O sonda tariximizə çevrilir də. Azərbaycan deyilən bir məmləkətin tarixinə çevrilir və biz onu sonralar lent vasitəsilə görəcəyik. Amma bugün burada canlı kino oturub, Azərbaycan kinosu əyləşib, fenomenləri əyləşib və buna çox şükür eləyirəm. Şükür eləyirəm ki, cavanlarımız bunları görürlər və yəqin ki, nədəsə dərsdə götürə bilərlər. Mən 1970-ci il may ayı 62 nömrəli məktəb, demək, buraxılış sinifi, 10-cu B sinifi, buraxılış sinifindəydim. Biz elə bir sonuncu dəfə yenə də bir yerdə olmaq üçün fikirləşdik ki, gedək bir yerdə bir kinoya baxaq. 8-ci kilometr qəsəbəsi, Sevinç kinoteatrı. Bəlkə kimsə tanıyır. Getdik kinoteatra, gördük bir film gedir, Uşaqlığın son gecəsi. Və biz o filmə baxmalı olduq. 30-32 nəfər. Demək, o gün bizim uşaqlığımızın son günü oldu. Və bu film bizi elə bil ki, böyüdük elə bil o filmə baxandan sonra. Demək olar ki, hamımız ağladıq. Çünki bu film həm mükəmməldir rejissor işinə görə, həm senarisinə görə, mövzusuna görə mükəmməldir, aktyor ansamblına görə mükəmməldir və sonda onu qeyd eləməsəm olmaz, musiqisinə görə. Orada dramaturgiyanın bir hissəsidir də musiqi kinoda. O, elə bil ki, o da hərflə yazılmayan, səslə yazılan bir vasitədir. Musiqi bir vasitədir. Bax, o kino, biz bütün hamımız ağlayırdıq ona. Çünki bilirdik ki, daha biz uşaq olmayacaq, böyümüşük. Amma o gün bir hadisə də baş verdi. Biz böyüdük, amma kino palitrasında, Azərbaycan kino palitrasında bir ulduz yandı. Bir ulduz parladı. O da Ənvər Həsənovun ulduzu idi. Biz onu necə sevdik, hamı onu sevdi. Qızlar, oğlanlar, fərq eləmir yaşından. Onun o qədər, o səmimiliyinə vurulduq. Yəni, özünü gətirdi Ənvər kinoya. Və bayaq dediyim kimi, özünü gətirdi, xarakterini, tipajını. Yəni, biz özümüzü gördük orada. Bu çox vacibdir. Kinoda tanıdıq özümüzü. Və bayaq dediyim kimi, tarix, bizim o filmlərimiz Azərbaycan kinosunun tarixidir. Tarix də ki, həmişə yaşayacaq. Biz həmişə yaşayacaq, var olacaq. Nə qədər ki, Azərbaycan var, Azərbaycan kino tarixi də yaşayacaq. Əgər Azərbaycan kino tarixi yaşayacaqsa, Ənvər Həsənov da əbədi olaraq yaşayacaq və burada oturan bu kalifiyə aktyorlarımız da, yaradıcılarımız da əbədi olaraq yaşayacaq. Mən də varım. Bilirsiniz, səbəb nədir? Səbəb, niyə biz tarixə çevrilə bildik? Çünki ilk növbədə biz sənətə sevgiyə görə, sevdiyimiz üçün gəlmişdik. Bizdə ambisiyadan əvvəl istedad gəlirdi, sevgi gəlirdi, sonra ambisiya gəlirdi. Təəssüflər olsun, bugünkü kino zamanəyə uyğun olaraq, zamanə maddiləşmiş bir zamanədir, maddiləşmiş bir dövrdə yaşayırıq. Təəssüflər olsun, nəinki kino sənəti. Eyni zamanda istər səhiyyə, istər təhsil, hamısı maddiləşib. Çox təəssüflər olsun, amma mən sevinirəm nəyə? Ənvər, mən nəyə sevinirəm? Mən bütün kinoları izləyirəm. Venesiya festivalının filmlərini, Oscara nominasiya olan filmləri və mən görürəm ki, məsələn, çox qəmlənəndə öz kinomuz üçün qəmli oluram da, kədərli oluram, hərdən başımı aşağı salıb kədərlənirəm. Onları görəndə deyirəm, yox, şükür Allaha, kino var. Çünki mən kinonu sevirəm. Elə kinolar bugün çəkilir ki, bugün çəkilir, adlarını bir-bir deyə bilərəm. Mütləq onlara baxmaq lazımdır və baxdıqca oradan nəsə öyrənmək lazımdır. Şkola var orada, məktəb var orada.
Bugün bizdə məktəb biraz yox, çox zəifdir. Çox zəifdir. Ümumiyyətlə, münasibət zəifdir. Bilirsiniz, peşə o nədən asılıdır? Bir peşənin yaxşı olmağı. Ona yiyələnən adamın ona olan münasibətindən. Nə demək istəyirəm? Bir də Qaçaq Nəbidən biraz danışmaq istəyirəm. Mənim yoldaşım da orada çəkilib də. Qaçaq Nəbidə, Eldəniz Quliyev. Eldəniz Quliyev. Bu gün gələ bilmədi. Mirzə obrazında. Mən orada nəyin şahid oldum? Mən qonaq getmişdim qızımla çəkiliş Şamaxıya. Mən nəyə şahid oldum? Ənvər müəllimin qapısı, yaşadığı otağın qapısı bağlanmırdı. Mən baxıram ki, bu girir, bu çıxır. Bir girirlər, çıxırlar. İstəyir texniki işçi, istəyir hər gələnlə də. Möminət xanım, Allah ona rəhmət eləsin qaynıqa. Mən belə şey görmədim. O vaxt da görməmişdim, indi də görməmişəm. Yoxdur, bu bir unikal. Hamısının qabağına çay çörək, gələn gedən sormadan. Möminat qazın qabağından çəkilmirdi. Bişiri girirsə, hə gəlmirsiniz, bu dəqiqə. Gətirirdi bir qab. Fərqindən titulundan, sosial vəziyyətindən asılı olmayaraq. Bunlar elə yaxşı insanlardır ki, nə bilim valla. Kaş sizdən çox olaydı və dünyamız daha gözəl olardı. Nə bilim, Allah can sağlığı versən ver. Nə deyim mən? Təəssüflər olsun. Mən neyinim, öpüm səni. Çək. Öpürəm. Oturma. Çox sağ ol. Öpürəm. Çəkməsəz də olar.